Salam. Deməli, paylaşdığım kimi gelmişdim Tokyo Plaza açılışına Nizamidəki Gülzarla. Orada hədiyyələr də verdilər. Onigiri də verirdilər. Bir də aldığım bəzi şeylər var. Bir də hədiyyə qazanmışdım. Onları göstərəcəm. Əvvəla bunu orada pulsuz verirdilər. Ondan gətirdilər. Dadım günü idi ona görə. Biz bunu dadacağıq. Bulku yox ki. Dadına bilirəm. Oha. Bananlıdır bu. Qəşəng yəni. Bananlı çörəkləri. Ona dadlı. Necə bu qədər yumuşaq olub bunun şeyi? Bu yumuşaqdır, çox yumuşaq. Və oxuya bilmədiyim bir şey var belə. Cookie deyərim ki. Şeye oxşayır, Squid Game'dəki neydi onun adı? Kurabiyeye. Bakın bu adam var üstünde. Bir de bilmem nedir. O şey oluyor, kızardılmış fıstık olur, ne olur? Böyle iğleniyor. Ondan düzəlib deyəsən. Üstündeki bu bilmədim nədir. Ama ben bunu pistim. Sonra belə bir cookie də verdilər. Hətta çox verdilər, mən bir dənə götürüyorum, mən görməmiş deyiləm mən. Bu işi əziz idi, amma bu da ona oxşayır, hə ondandır. Bunun içində neysə var. Neysə başım bax. Ne şey? Gəlir jellərə. Belə bir şey verdilər. Bir dənə də bir şey var. Bu da ondandır. Bu jel ölübdür. Böyle bir şey var, jele deyəsən. Deyəsən yox jeledir, çünki yəni kıvamından bilinir. Buradan deyir qaçıyla açırsan, amma məncə hə belə açmaq olur. Aha açdım. Bir de video var. O demeyeceğim neyse. Yemeği olmuyor bu. Mangosu qəşəngdir ya. Vallahi yani almaram ben bunu. Bunu vermem. Yeməyə də onsuz çətindir. Sürüşür adamın ağzından. Nədir deyim? Bəyəsizə bax. Söyləyəsən bir dənəsi var. Öz bilməm nədir. Şaftalı yoxsa, amma çəhrayı şaftalı. Ne buna baxaq. Bunu aslında yeməyəcəkdim. Saxlayacaqdım bacıma. Prosu nəli olduğuna baxmaq üçün. Şaftalı da. Prosu. Başka neyse tadı var. Orihiro. Orihiro ne demek? Hayır o şey meyve değil. Ümumiyyətlə hamısını elə yazır. Neyse. Bu da böyle. Bir de böyle bir şey var. Ne yazıyor? Rus dilinde yazıyor. Rosku. Ya da Pocky olabilir. Chocolate. Chocolate. Çubuk kraker. Bu bizimkilere okşuyor ama bizimkinden daha az, daha çok şokolatlı yani, darktır, daha qaradır. Əriyib diye maalesef buralara tökdüm. Yani böyle bir şey. Bak bu.
Belə onigiri yemək üçün şeylər, chopsticklər. Amma onigirini çox adam gözləyir. Onun səbrim çatmadı da o onigirini yeyənə. Bir də orada çay verirlər onigirin yanında. Başqa şeylər də verirlər. Hə. Belə alkoqollu içki də verirlər deyəsən yanında. Nəysə, onun başına baxın. Soya sosu da ola bilərdi. Soya, 2 dənə qədər bir şey var idi. Biri soya sosuydu, biri nəminə. Soram. İndi keçirik aldıqlarıma. Deməli, bu. Orada donuz əti ilə də olanı var idi. O istifim sürüşüm. Hə, donuz əti ilə də olanı var idi. Amma mən ən normalı buydu da. Birində balıq şəkli var idi, birində nə var idi? Birinin arxasına baxıram, donuz əti yazılıb. Bunu tapdım. Bu da deyir çox acılıdır ya, deyir. Alırsınızsa bu acılıdır. Dedim, mən acının soyadıyam. Bəlkə bu YouTube'da paylaşım, YouTube'a bilən kanalsın. Nə ola bilər arada. Bəlkə mən YouTube'da olum, uşaqlı xəyalım, nəysə. Bunu da açıb yiyəcəm. Çəkələm ondan. Sonra bax, o izi bil. Sizi döyürüm saç. Nasıl kim baxacaq? Ehtiyatına götürüm. Gəlirsən üstümə gəlmə. Aha, yaşıl çay. Məlumat. Kobe Sabo yaşıl çay 500 ml. Yaşıl çay C vitamini Yaponiya istehsalı. Tominage Yaponiya. Neyse. Bax o məşhur yaşıl çay nədir? Bada adi çaydı ki bu. Allah haqqı bildiğin şeyde Azərbaycanın çayının iyisi verir. O yüzden fərqlidir, fərqli olmağına həqiqi elə bil nəsə bitkisel tərkibində. Yəni belə bitkisel dadı var amma bilmirəm, dadını bilmirəm. Adi çaydı. Yəni o yan bu yan yoxdur, adi çaydı. Burası nəsə başqa tamı var. Baxın bu arada yeni tatu vurdurmuşam. Vurdurmuşam deyəndə özüm vurmuşam. Trust no one. Yəni da yıldırımda bildi. O bu nədir? Ha, bu yan əlimi bu yanda öyle çölünü göstər. Nəysə. Boş yapmayaq. Aha, mənim ən sevdiklərimdən. Bananlı süt. Yəni dadı ən qəşəng olacağını fikirləşdiklərimdəndir. İçmişəm əslində bunun. Çox qəşəngdir. Dadı da çox qəşəngdir. Yolda içmişdim, yəni səbrim çatmamışdı. Mükəmməldir yəni. Bir sözlə. Mükəmməl. Başqa. Bu da udmuştum. Müsahibə olmuşdu, orada udmuştum. Bunu açıb yoxladıq. Çünki dostum var idi. Güzar. Demişdi çiyələkli. Mən dedim onsuz yemək ayıb olar. Gətirdim, açsın birini onunla yedik. İndi birini də indi yoxlayacağım. Video qarşısında. Bir də bax. Belə bir şeydir çəhrayı. Əslində o da bilmir daha görsəni. Hamısını belədir. Mən cüzdanla yeyəndə də şeylər var idi. Bəs birinci turşumsu dad gəlirdi. Sonradan düzəlirdi. İndi ona var. Şən qırıqlardı bu odalar. Qırmışam biraz yumruq vurub. Neysə. Amma birinci turş dadı gəlir. Sonra qəşəng dad gəlir. Başqa nəyim var? Məncə bu qədər. Bəli. O qədər. On dəqiqəli video oldu ya. Cəmaət 10 dəqiqə götürüb oyun oynayır, YouTube atır. Mən yemək yemişəm yarım saata. Full reklamı deyil, yox full trend reklamı deyil əlbəttə ki. Part 2-də bunu yiyəcəm. Dadına baxacağım. Böyle. Bəlkə 20 saniyədə gözüm qoyan dəqiqə olsun. 10 dəqiqə neyiniyək? I don't know man. Ha, puan verəcəm. Bu 10'da 9. Bu çubuqlar 10'da 10. Bunların da 5. Sonra bu 10'da 7 olsun. Ya da 6 bilmem. Bunu dedim de 10'da 10.
Bu yəni çay da bildiyin. Onda 7 falan. Onda 1000 bu. Bunda da adına baxıb o birisi videoda deyərik. Keçdiyi vaxt.